Müasir dünyada sosial şəbəkələrin yayılmasının nəticəsində artıq daha zəngin həyat yaşamasaq da, zənginlərin həyatı ilə daha yaxından tanış ola bilirik. Zənginlik təbii ki, böyük bir nemətdir və demək olar ki, hamı zəngin olmaq istəyir. Sosial şəbəkələr isə bizə zəngin olmağı sanki çox asan bir şeymiş kimi göstərir. Son dövrlərdə zənginlərin necə zəngin olduqları ilə bağlı sözləri yəqin ki, tez-tez eşidirsiniz. Bu da bəs etmirmiş kimi motivatorlar da bir tərəfdən deyir ki, hər şey sizdən asılıdır. İstəsəniz siz də zəngin ola bilərsiniz. Ancaq təbii ki, hər şey bu qədər asan deyil. Hər şey sizdən asılı da deyil. Misal dünyada minlərlə atlet var. Bunlar lazımı qədər idman edir. Lazımı qədər də çalışır. Çünki rekord qırmaq hər bir idmançının arzusudur. Ancaq dünyada 100 metri 9.58 saniyədə qaça bilən bir Hüseyn Bolt var. Başqa bir nümunəyə daha baxaq. Müasir futbolda bir futbolçuya milyonlarla dollar pul verilir. Hər bir futbolçunun xüsusi idman müəllimi var. Yetərincə pul qazanır və yetərincə də idman edir. Ancaq futbolda da xüsusi fərqlənən iki futbolçu var. Messi və Ronaldo. Nümunələr təkcə bunlar da deyil. Siyahını daha da uzatmaq olar. Ancaq keçək mətləbə. Dediklərimi səhv başa düşməyin. Təbii ki, yetərincə çalışdıqda həyatda müəyyən şeylər əldə edə bilirsiniz. Ancaq çox böyük xəyallara qapılmaq lazım deyil. Bu gün əsəd apardığımız bir çox milyarderdə də bu vəziyyət dəyişmir. Onlar yetərincə çalışmış insanlardır. Ancaq əmin ola bilərsiniz ki, onlar da tək çalışmaqla deyil, müəyyən bir dəstəklə bu nöqtəyə gəliblər. Gəlin bu dediklərimə yaxından nəzər salaq. Bu gün dünyadakı ən varlı 9 insan və onların bu günlərə necə gəldikləri haqqında danışacağıq. Siyahıya dünyanın bilinən ən zəngin insanı Elon Musk'dan başlayaq. Kimdir Elon Musk? Elon Musk elektrik avtomobillərindən tutmuş kosmosun fəthinə qədər hər sahədə inqilab yaradan bir insandır. O Tesla, SpaceX, Neuralink, The Boring Company və X kimi şirkətlərin qurucusudur. 1971-ci ildə Cənubi Afrikadan anadan olan Musk uşaq yaşlarından etibarən proqramlaşdırmaya maraq göstərirdi. Hətta 12 yaşında ilk video oyununu da satmışdı. Daha sonra Kanadaya, oradan isə ABŞ-ə köçərək